dikəcəyik şam ağacını. Bilirsiniz ki, şam sevər, işıq sevər bitkidir. Ona görə gəlin burada məktəbimizin həyətində ən işıqlı yer haradır? Labdus vasitəsilə onu qeyd eləyək və ondan sonra görək ki, şam əkmək üçün daha münasib yer, daha uyğun yer hansıdır? Gəlin birinci kölgədə uşaqlar, mən dedikdə siz qeydlərinizi apararsınız. Kölgədə görək labdus nəyi göstərir? İşıqlanma nə qədərdir? O mənə göstərir istəsən. Burada ağacın altında aha 4900 Nərmin qeyd edə 4900 buradadır. 4900 27500 götürək buranı da. 27500 bizim ancaq 27500 qeyd edeyim. Mən 14700-də buranı göstərir. Kocaydı mı? 14700. İndi qeydlərimizə əsasən ən işıqlı yer hara oldu? 27500 deməli biz o yerdə şamımıza bilərik. Bizə bir ölçdük ki, ən işıqlı yer buradır. Ona görə də biz gedib ağaclarımızı gətirib şamı biz əkə bilərik rahatlıqla. Yaxşı uşaqlar, Nikita içəri. Təşəkkür edirik. Bir daha baxın o bir tane. Gəl baxaq ya. Necə bu montaj gedir, göz soy gəlmiş, əkib soy. Elə olur, ha. Yaxşı uşaqlar. Artıq bu bizim ağacımızdır. Siz bunu sizlə bir yerdə əkdik, sizin uşaq ikinizlə bir yerdə. Və artıq biz bilirik ki, bizim şam ağacımız daha yaxşı bitəcək. Səbəbini də bilirsiniz, çünki biz dəqiq bildik ki, bizim məktəbimizin sahəsində, həyətlərin sahəsində ən işıqlı yer bax bu yerdir. Ona görə də bizim şam daha tez böyüyəcək.